Hamıya salam. Əlaqədə sistem, guru, markets. Korporasiya haqqında ümumi məlumatdan başlayaq. Hər bir göstəricini biraz daha ətraflı öyrənəcəyik. İstəsəniz videonu dayandıra bilərsiniz. Şirkətin bütün parametrlərinə daha yaxından baxmağı təklif edirik. İndi biz şirkətin əsas göstəricilərini müqayisə edəcəyik. SateGreen, Inc, Ticker, SK. Baxış 9 aprel 2025-ci il tarixinə olan cari məlumatlara əsaslanır. Təsnifata görə Guru Markets Korporasiya SateGreen, Inc. alt kateqoriyaya aiddir. Public Catering təhlildə 56 şirkət iştirak edir ki, bu da çox təmsil olunur. Videonun nəticələrinə əsasən sifariş cədvəlinə baxaq. Sözü gedən şirkət üçün ümumi nəticə 10 baldan -5. Alt kateqoriya üzrə orta qiymət 2,5 bal. Geniş baxsanız, ümumilikdə bazar daxilində. Ümumi olaraq bazar üzrə orta nəticənin 1,9 bal olduğunu görə bilərsiniz. Şirkətin -5 ballıq reytinginə qarşı SateGreen, Inc. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi SateGreen, Inc. və alt kateqoriyalı paylaşımlar. 12 ay ərzində şirkətin səhmlərinin olduğunu görə bilərik. SateGreen, Inc. -23,4% dinamika göstərib. 3,4% alt kateqoriyasında qiymət dəyişikliklərinə qarşı. Bu açıq-aydın heç nəyi göstərmir, lakin biz bu faktı yadda saxlamalıyıq. Şirkətin bazar kapitallaşması SateGreen, Inc. 2,28 milyard dollar dəyərində qiymətləndirilib. Və alt kateqoriyanın bazar kapitallaşması 622 milyard dollardır. SateGreen, Inc. 0,367% paya malikdir və alt kateqoriyada çox kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması 0,4 milyard dollar həcmində qiymətləndirilir. 40 milyard dollarlıq alt kateqoriya kapitallaşması ilə SateGreen, Inc. 1,7% paya malikdir. Bazar və balans dəyərinin işğal edilmiş səhmlərini müqayisə etdikdən sonra aşağıdakıları görəcəyik. İşğal olunmuş pay SateGreen, Inc. alt kateqoriyada bazar kapitallaşması qiymətləndirilərkən 0,367% təşkil edir. Balansın kapitallaşması 1,7% təşkil edir. Bu, birja kapitallaşmasının payından 174% çoxdur. Alt kateqoriyada şirkətin bazar payının və balans dəyərinin qiymətləndirilməsi yaxşı, 1 bal. Təhlil edilən təşkilatın borc öhdəlikləri 0,296 milyard dollar təşkil edir. Borcun balans dəyərinə nisbəti şirkətin kapitalının 74%-ni təşkil edir. Şirkətin borc öhdəliklərinin səviyyəsinə görə reyting dözümlü 0 bal. Şirkətin səhm qiymətinin mənfəətə nisbəti 0-dır. Alt kateqoriya üzrə orta göstərici 27,3-dür ki, bu da alt kateqoriyadan daha pisdir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin səhmlərinin qiymətinin mənfəət göstəricilərinə görə qiymətləndirilməsi çox pis, -2 bal. Son 12 ayda mənfəət -90 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəət məlum deyil. Və bu şirkət üçün çox pisdir. Proqnozlaşdırılan gələcək mənfəət göstəricisinin alt kateqoriya ilə müqayisədə qiymətləndirilməsi pis, -1 bal. Şirkətin qiymət-satış nisbəti 3,4-üdür. İkinci alt kateqoriya üzrə orta göstərici alt kateqoriyadakı orta göstəricidən 70% yüksəkdir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bazar qiymətinin onun gəlirinə qiymətləndirilməsi dözümlü, -0,5 bal. Son 12 ayda gəlir 680 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlir məlum deyil. Bu, şirkətin perspektivləri üçün son dərəcə pisdir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə təxmin edilən gələcək gəlirin qiymətləndirilməsi pis, -1 bal.
Marja mənfi 13,4%, alt kateqoriya üzrə orta hesabla 7,3% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 20,6% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə satış marjasının qiymətləndirilməsi dözümlü -0,5 bal. Alt kateqoriyada işçilərin sayı baxımından şirkətin payı 0,28% təşkil edir. Bu, bazar kapitallaşmasının payından 31% azdır. Bu fakt şirkətin cari bazar dəyərindəki balanssızlığı əks etdirir. Seytgreen, Inc. Yəqin ki, yenidən qiymətləndirməyə doğru. Şirkət işçisinə düşən bazar kapitalının məbləği $356.000 və alt kateqoriya üçün $271.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 31,4% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən kapitalın miqdarının qiymətləndirilməsi dözümlü 0 bal. Şirkətin hər bir işçisi üçün mənfəətin məbləği $14,100. $9,900 alt kateqoriyada orta hesabla və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 42%dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi dözümlü -0,5 bal. Təşkilatın bir işçisinə düşən gəlirin məbləği $106.000. Alt kateqoriyada $137.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 29%dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə fərdi şirkət işçisinə düşən satışın qiymətləndirilməsi dözümlü -0,5 bal. Qısa müddətli əməliyyatların həcmi 19,6%, alt kateqoriya üzrə orta hesabla 3,1% təşkil edib. Bu, qısa bir sıxılmanın qiymətləndirilməsidir. Texniki göstərici RASI 14 şirkət üçün %28 səviyyəsini göstərir. Seytgreen, Inc. Alt kateqoriyada isə bu səviyyə 35% təşkil edir. Alt kateqoriyadakı səhmlər orta hesabla daha yüksək qiymətləndirilir. Seytgreen, Inc. Şirkətin səhmlərinin cari dəyəri təxminən $19,44. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $31,99. Cari qiymətin dinamikası və konsensus proqnozu təxminən 65%dir. Gəlin sifarişlər cədvəlinə keçək, o mövcuddur, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəli bu mövsüm məlumat və arayış sistemi tərəfindən açıq şəkildə qəbul edilən bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuzdur və açıqdır. Link bağlanmış şərhdə. Səhmlərin təhlili nəticəsində Seytgreen, Inc. Məlumat və arayış sistemi Guru Markets qərar qəbul edilib. Bir səhm üçün $19,45 qiymətində satış əməliyyatı açın. Şirkət nisbətən aşağı qiymətə malik olduğu üçün sövdələşmə açılıb. Şirkət qiymətləndirmə metodu AKİMin indeksi ilə qiymətləndirilib. Mənfəət götürmək 14,08-də müəyyən edilmişdir. Stop loss 24,82 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra əməliyyat 09 may 2025-ci il tarixində birja ticarətinin sonunda avtomatik olaraq müəyyən edilir. Və ya bu tarixdən əvvəlki son ticarət günündə. Ticker, əsas alış sifarişi olacaq. Əsas müqavilə ilə bağlı video artıq bu kanalda yayımlanıb. Sifarişlərdən birini bağlayarkən, əsas və ya balanslaşdırıcı. İkinci sifariş faktiki qiymətə müəyyən edilir. Bu videoya baxdığınız və informasiya sistemindən istifadə etdiyiniz üçün hamınıza təşəkkür edirəm. Guru Markets. Siz planetin ən yaxşı tamaşaçısınız.